Salam əziz abituriyentlər, mən Daşqın müəllim. Bugün sizinlə maraqlı iki isbat sualının izahına baxaq. İlk sualımızda bizə deyilir ki, üçbucağın daxilində götürülmüş nöqtədən tərəflərə qədər məsafələr m olarsa, isbat edin ki, s bərabərdir 2də 1 m vurulsun p. Əziz abituriyentlər, bu cür sualları biz hansı şəkildə həll etməliyik? Demək, əvvəlcə gəlin, üçbucağın daxilindəki nöqtələri təpə nöqtələri ilə birləşdirək. Bu zaman bizim AOB, BOC və AOC adlı üçbucaqlarımız əmələ gəlir. Gəlin yazaq ki, S üçbucaq ABC bərabərdir S üçbucaq AOB, üzərinə gəl S üçbucaq BOC, üzərinə gəl S üçbucaq AOC yaza bilərik. İndi əziz abituriyentlər, burada hər bir üçbucağın sahəsini biz ayrı-ayrılıqda götürə bilərik. Çünki verilmiş üçbucaqlardan, məsələn, bir üzərində göstərirəm sizə. Yəni, AOC üçbucağımızın sahəsi nəyə bərabərdir? 2də 1 AC vurulsun M. Onda bunu verilmiş hissədə yazsaq, S üçbucaq ABC bərabərdir. AOB üçün nə yaza bilərəm? AOB üçün 2də 1 M vurulsun AB. 2də 1 vurulsun M vurulsun AB. Üzərinə gəl. BOC üçün yaza bilərik ki, 2də 1 M vurulsun BC. Və üzərinə gəl, demək, AOC üçün də 2də 1 M vurulsun AC. 2də 1 M vurulsun AC yaza bilərəm. Daha sonra verilmiş üçbucaq, yəni S üçbucaq ABC bərabərdir. 2də 1-i ortaq vuruq kimi və M-i ortaq vuruq kimi çıxartsaq, bizdə qalacaq AB, üzərinə gəl BC, üzərinə gəl AC. Üzərinə gəldik AC-ni. Biz bilirik ki, AB, BC və AC cəmləri bizə üçbucağın perimetrini verir. Onda S üçbucaq ABC bərabərdir 2də 1 vurulsun M vurulsun P yaza bilərik ki, aldığımız düstur bizdə isbat olunması lazım olunan düsturla eynidir. Onda deyə bilərik ki, təklif isbat olundu. Keçək abituriyentlər növbəti ikinci sualımıza. İkinci sualımızda deyir ki, düzbucaqlı üçbucağın katetləri A və B, hipotenuzu C olarsa, isbat edin ki, sahəmiz C kvadratı bölünsün 8-dir. Biz bunu, belə deyək ki, sahələr mövzusunda hazır düstur şəklində öyrənmişik. İndi isbatını təqdim edək. Gəlin əziz abituriyentlər, əvvəlcə deyək ki, bizim sinus alfamız nəyə bərabərdir? Sinus alfa verilmiş üçbucaqda, verilmiş bucaq qarşısındakı katetin hipotenuza olan nisbətidir. Demək, biz buradan deyə bilərik ki, sinus 15 dərəcə bərabərdir. Qarşı katet A-nın C-yə olan nisbətidir. A bölünsün C. Onda kosinus alfa üçün də deyə bilərik ki, kosinus alfa verilmiş bucağın bitişik katetinin hipotenuza olan nisbətidir. Yəni, kosinus 15 dərəcə üçün də deyə bilərik ki, bizdə B bölünsün C-yə bərabərdir. Gəlin, indi buradan belə bir asıllıq alaq. Hansı asıllıqdan söhbət gedir? Tərəf-tərəfə vururam bu ifadələri. Tərəf-tərəfə vursam, yaza bilərəm ki, sinus 15 dərəcə vurulsun kosinus 15 dərəcə bərabərdir. A bölünsün C vurulsun, B bölünsün C ifadəsini ala bilirəm, əziz abituriyentlər. Buradan nə alınacaq? Demək, sinus 15 dərəcə vurulsun kosinus 15 dərəcə bizə verəcək, bir dəqiqə, kosinus 15 dərəcə bizə verəcək C kvadratında AB ifadəsini. Mən buradan hər tərəfi, demək, nə edə bilərik? Hər tərəfə özümüzdən əlavələr edə bilərik. Məsələn, gəlin bura əlavə edək. Tutaq ki, 2 vurulsun, 2də 1 şəklində yaza bilərəm ki, əslində bu hissədən mən sinus 2 alfa düsturunu ala bilirəm. Yəni, 2də 1 vurulsun, 2 vurulsun sinus 15, kosinus 15 dərəcə bərabərdir AB bölünsün C kvadratına. Bu hissə mənə verir sinus 2 alfanı. Yəni, yazıram
2-də 1 sinus 2 alfa, yəni 2 vurulsun 15 30 dərəcə bərabərdir. AB bölünsün C kvadratı ala bilirəm mən zabitdə. Daha sonra sinus 30 dərəcənin cədvəl qiymətini bilirik ki, 2-də 1-ə bərabərdir. Yəni yazıram 2-də 1 vurulsun 2-də 1 bərabərdir C kvadratında AB yaza bilərəm. Buradan alıram 4-də 1 bərabərdir AB bölünsün C kvadratı. Məlum məsələdir ki, biz buradan yazsaq ki, C kvadratı bərabərdir 4 AB olduğunu yaza bilərik. Daha sonra gəlin üçbucağın sahə düsturunu nəzərə salaq. Yəni burada AB-ni də təyin etsək, AB də bərabərdir C kvadratı bölünsün 4 deyil desək. İndi üçbucağın sahə düsturundan biz nəyi bilirik? Əziz abituriyentlər, biz bilirik ki, üçbucağın sahə düsturunda S bərabərdir 2-də 1 A vurulsun B. Yəni katetləri hasilinin yarısı şəklində yazırıq. AB-nin əvəzinə C kvadratı bölünsün 4-ü yazsaq 2-də 1 AB-nin əvəzinə yazıram C kvadratı bölünsün 4. Bu da mənə verir C kvadratı bölünsün 8. Demək, həqiqətən də S sahəmiz 8-də C kvadratına bərabərdir. Bununla da təklif isbat olundu. Əgər bu videolar sizin üçün həqiqətən də faydalı və maraqlıdırsa, əziz abituriyentlər, videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.